Səbr eləyənlər üçün Allahdan salavat və rəhmət var. Yəni Allah salavat göndərər onlara. O kəslər ki, səbirlə qaldılar axıra, səbirlə möhkəm dayandılar, o şəxslər can verəndə, Quran buyurur ki, elə ki canları çıxır da, elə bir dünya ilə vidalaşırlar. Dünya həyatı bitib, gedirlər əbədiyyət aləmə. Son dəqiqələrində, saatlarında, məsələn saat qalır, 10 dəqiqə qalır, 5 dəqiqə qalır, bilmirəm, lav axır saatlarında mələklər gələr onların ziyarətinə və nə deyər onlar? Deyərlər ki, Əllə təxafu və lə təhzənu, qorxmayın və üzülməyin, kədərlənməyin. Deyir, elə ki, mələklər deyər, qorxmayın və kədərlənməyin, qorxu ilə kədər bunları tərk edir. Qabaqda sizi qorxulu heç nə gözləmir. Qarşıda sizi ancaq rəhmət gözləyir. Bu iki xüsusiyyət var, qorxu və kədər. Bunun yolu bağlandı sizin rəyinizə də. Heç vaxt bu iki xüsusiyyət sizin rəyinizə gəlib yol tapa bilməyəcək. Qorxu və kədərdən həmişəlik ayrıldınız. Səbrin mükafatıdır. Möhkəm dayanmağı. Heç zaman qorxu və kədər sizə yol tapmayacaq.